Ramazan ayının 13-cü gününün duası. İlahi, bu mübarək ayda məni çirkinlikdən və iyrənc əməllərdən pak et. Qəlbimi pis niyyətlərdən, dilimi nalayiq sözlərdən, əməllərimi sənin razılığına uyğun olmayan hər şeydən uzaqlaşdır. Alın yazısı ilə bu ayda qarşılaşacağım bütün hadisələrə məni səbirli et. Çətinlik qarşısında ruhumu möhkəm, qəlbimi sakit, imanımı sarsılmaz et. Məni şükür edən, razı qalan və sənin hökmünə boyun əyən bəndələrindən qərar ver. Öz köməyinlə bu ayda məni təqvaya yönəlt. Məni salih əməllərə müvəffəq et. Ey miskinlərin gözlərinin nuru olan Allah! Ey qəlbi qırılanların sığınacağı! Məni mərhəmətindən məhrum etmə. Bu ayı mənim üçün bağışlanma, paklanma və mənəvi yüksəliş ayı et. Dualarımı qəbul buyur. Amin. İftar duası. İlahi, səndən ötürü oruc tutdum və sənin verdiyin ruzu ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatına əsasən, Bakı şəhəri üçün imsaq vaxtı 05:46, iftar vaxtı isə 18:49-dur. Qeyd edək ki, oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan orucları və edilən duaları qəbul etsin. Amin.